Salam, hər vaxtınız xeyir olsun. Biz bugün ət çəkəcəyik. Biraz hazırlayıb marazinlikə yığacaq. Məndə burada mal ətidir. Mal əti də yağlıdır, qoyun əti də yağlıdır. Biraz da toyuq əti, toyuğun sinə ətin soğanla çəkib vuracam qoyun ətinə. Mal ətini də belə çəkib marazinlikə yerləşdirəcəm. Mən ətimizi çəkib hazır elədim. Burada da kələmi pörtdətmişəm belə qaynar suda. İndi mən dolma hazırlayıb yığacam. Məndə yarpaq da var. Yarpaq məndə marazinlikdə idi. Çünki mən rınıqdan almışam yarpağı. Özüm hazırlamamışam. Belə alıb gətirib marazinlikə yığıram. Nə vaxt lazım olsa yarpaq dolması hazırlayıram. Üzərinə qaynar su tökürəm. Biraz yumşalsın. Mən biraz da kotlet hazırlayacağım. Mən ətə soğan da çəkib qatmışam. Mən kotletə çörək qatmıram. Bir qaşıq un qatıram. Bunu yaxşı qarışdıraq. Duz istiot əlavə edirəm. Biz ət çox yağlıdır. Düyü qatdım. Soğan da qatmışam. Biraz kişniş qatdım. Bir də mən nanə qurusu, bir də reyhan bir yerdə qurutmuşam nanə ilə. Biraz ondan qatdım. Biraz istiot qatacağım. Biraz da sarı kök.
Yenə yaxşı qarışdıracağam. Mən də burada marazinlik üçün belə qablar da almışam. Valbresdən zakaz eləmişdim. Nə istəsən hazırlayıb, dolma, kotlet, pilmen, nə istəsən hazırlayıb belə qablara yığıb marazinlikə qoymaq olar. Bir də belə üçü bir yerdədir. Düzdür, mən bunu zakaz eləyəndə elə bildim böyük qablardır. Sonra baxdım ki, belədir. Hazırlayaq, içərisinə yığıb qoyaq marazinlikə. Biz kotleti hazırlayaq. Kotletlərimizi belə hazırladım, yığdım. İndi qoyaq marazinlikə. Yarpağımız da isti su tökdüm üzərinə, doya açıldı. Yarpaqlar çox böyükdür. Mən bunu 2 yerə böləcəm. Kənarların da burasını kəsib, hamarlayıb yığaq bura. Sonra başlayıb büküb yığaq. Bizdə Azərbaycandakı yarpaqlar kimi deyil bunlar. Elə bil ki, qalındır buradakı yarpaqlar. Belə böyük yarpaqlardır. Çarəsizlikdən nə vaxt adam göl istəsə alır, bükür. Eləsi var xırdadır, eləsi var böyükdür. Hansı ki xırdadır, kəsməyəcəm. Hansı ki böyükdür, kəsəcəm, bükəcəm. Mən belə uzun sol bükürəm. Onda tez olur. Çünki xırda bükəndə gec alınır. Belə mən büküb yığacam.
qayda ilə hazırlayıb yığırıq. Dolmalarımız bükdü belə hazırladıq. Yığdım mən bu qablara. 2 zərcə arasında oldu. Belə bu qablarda da qoyacam marazinlikdə. Duracaq. Nə vaxt lazım olsa götürüb hazırlamağa. Ben burada soğanları pişirmişəm, kökü də pişirmişəm. Bir də qırmızı soğandı məndə. Qırmızı soğan da gördüm xarab olur. Belə doğrayıb yığmışam. Soğanları blenderdən keçirdəcəm, yığacam paketlərə. Yenə qoyacam marazinlikə, kökü də elə. Soğanları nə vaxt borş bişirəndə, borş hazır olanda borşa bir qaşıq qatırsan, rəngi çox qırmızı olur. Kökü də yenə sup bişirəndə nə istəsən, yenə əlavə edirsən, çəkilmişən. Çox tamlı alınır. Qırmızı soğan da bayaq dedim, gördüm xarab olur. Çəkəcəm, qoyacam, suyunu süzəcəm, yenə paketə yığıb qoyacam marazinlikə. Soğanımızı da çəkdik belə. Bu qədər də suyu çıxdı. Mən suyun süzdüm. Bunu da yığaq paketə belə. Qoyaq marazinlikə. Kökümüzü belə marladım, yığdım. Bu paketlər də çox yaxşıdır. Mən bunu da Valbirisindən zakaz eləmişdim. Nə olsa içinə yığırsan belə. Ağzında bağlayırsan. Hamarlayaq. Məndə sviklo kök pişmiş hazır idi. Çünki pişməmiş blenderdən keçirsən, blender tez xarab olur. Necə deyim, sınır da, tez sınır. Ona görə mən bişirib çəkdim. Mən 1.50 çəkdiyimə görə 1.50 də bağlayıram ağzım. Belə çox rahatdır. Çox rahat paketlərdir belə. Bu soğandırı kökü, soğanı da elə. Soğan da iri çəkilib blenderdə. Hazırlayıb marazinlikə qoyanda rahat olur da. Nə vaxt istəsən çıxardıb hazırlaya bilirsən.
Mənim irəlki videolarımda da göstərmişdim. Sarımsağı da çəkib belə hazır qoymuşam. Marazinika hissələrə ayırmışam. Nə vaxt lazım olsa çıxardıb işlədirəm. Dolmalarımız da belə yığdıq, hazır oldu. Bunlar da belə götürüb yerləşdirək marazinika yenə. Kotletlərimiz də hazırdır hamısı. Yığaq paketlərə. Sağ olun, sağlıqla qalın. Hər kəsə nuş olsun, bizə də sağ olun.